Azərbaycan Türkiyə Yazarlar Birliyinin üzvü, Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü, VIP Milan Hospitalının rəhbəri Xuraman xanım Muradovanın təşəbbüsü ilə martın 25-də VIP Milan Hospitalda check-up müayinələr ödənişsiz olaraq həyata keçirildi. Xeyriyyə aksiyasında çoxlu sayda vətəndaşlar iştirak edərək müayinələrdən keçdilər. Hospitalın rəhbəri Xuraman xanım Muradova check-up müayinəsindən keçən insanlarla görüşərək onları müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edib, can sağlığı, firavan həyat arzulayıb. Sizlərin də bayram mübarək olsun. Xoş gəlin. Nə gözəl xanımlar var, maşallah. Təşəkkür edirik. Gözəl kollektivimiz var. Əgər xəstə həkimlə söhbət elədikdən sonra xəstənin üzü gülürsə, deməli o əsl həkimdir. Can. Yəni biz ona görə o gülüşü, o şeyi özümüzdəki hiss eləyəndə həqiqətən bizim üçün daha çox xoş olur. Çox sağ olun əzizim, var olun. Kollektivimizdə o Yəni münasibəti görəndə sizin kimi gözəl, yəni insanlardan bu sözü eşitmək gerçəkdən adamın ürəyini qürur hissi ilə doldurur. Adamın ürəyi fərəhlənir, sevinir. Bizim xalqımız gözəl xalqdır. Yəni biz həqiqətən ürəyi sevgi dolu bir xalqıq, məhəbbət dolu bir xalqıq. Mən həmişə danışanda da deyirəm, bilirsiniz, insanlara bu dövrdə sevgi önəmlidir, güvən önəmlidir. Yəni insanda güvən, sevgi bir arada olanda insan heç ümumiyyətlə bəlkə də ağrımaz, xəstələnməz. Amma insanlıqda zamanla insan görürsüz ağrıyır, narahatçılıqları olur, sağlığında yəni bir problemlər yaranmağa başlayır. Ona görə də həyat mücadilədir. Ümumiyyətlə mən demək istəyirəm ki, bizim Milan Hospitalımızda uzun illərdir. Biz bura yaranan vaxtdan deyim ki, hər zaman bayramlar ərəfəsində, Ramazan ərəfəsində bizdə yəni bu aksiyalar olur, xeyriyyə aksiyaları olur. Çünki biz bunu onun üçün eləyirik ki, hər kəs bundan yararlana bilsinlər. Biz elə bir məmləkətdə yaşayırıq ki, bizim yenə də deyirəm, ürəyimiz sevgi dolu bir məmləkətdə yaşayırıq. Bizim başda Ali Baş Komandanımızdan tutmuş, onun o gözəl xanımı Mehriban xanımdan tutmuş, ta ki o ürəyi sevgi, məhəbbət dolu xanım da başda olmaqla demək istəyirəm ki, bizim hamımız hər kəsə bugün yerlərdə insanlara diqqət göstərilir, qayğı göstərilir, sevgi göstərilir və biz bunu göstərməliyik və bu bizim hər birimizin insanlıq borcumuzdur. Çünki əgər mənim əlimdə olan nədir? Mənim əlimdə bugün xəstəxanadır. Mən bundan yəni istifadə eləyib, kimlərə isə biraz da olsa faydam dəyə bilirsə, mən nə qədər xoşbəxt adam özümü onda hiss eləyirəm. Allah bizim xalqımızı ta ki yaranışdan elə mərhəmətli xalq kimi yaradıbdır Allah bizi. Biz çünki keçmişimizə dönüb baxanda, keçmiş zamanlarımıza bizim nənələrimiz, babalarımız, əslimiz, kökümüz kimlər olubdur? Onlar həmişə yəni xeyir əməllə sevinən insanlar olub. Mən heç vaxt yəni unutmaram. Allah cəmi haqq dünyasında olanlarımıza rəhmət eləsin. Mən bir kənd qızıyam. Məsələn, mənim anam, nənəm təndirə çörək pişirəndə birinci çörəyi çıxardardı, yolla keçənə bölüşərdi. Yolla keçənə bölüşərdi və sevinərdik. Mən də yəni o kəndin, o köyün demək olar ki, o ailənin qızıyam. Biz belə görmüşük, belə gəlmişik. Düzdür, indi zamana getdikcə biraz dəyişibdir. İnsanlar biraz başqa formada olubdur. Amma biz bu deyilik. Biz bu deyilik. Bizim keçmişimiz var. Bizim o möhtəşəm əsli, kökü, soyu olan biz bir xalqıq. Biz gərək keçmişimizi yaşadaq. Düzdür, biz də bugün hərəmiz öz gördüyümüz işlə, öz nəyə imkanımız çatırsa, onunla biz yəni insanlara kömək eləməliyik, əl uzatmalıyıq. Bunu əl uzatmaq gözəl bir işdir, kömək eləmək savab bir işdir. Çünki bu dünyaya hamımız bir sınaq üçün gəlmişik. Biz bir müvəqqəti qonağıq bu dünyada. Sanki bir qatara minmişik, bir yolçuluqdur. Biz də keçib gedəcəyik, baxıb gedəcəyik. Amma özümüzlə apardığımız sadəcə bizim xeyir əməllərimiz olacaq, gözəl işlərimiz olacaq. Mən belə düşünürəm, belə görürəm və həyatımı da belə yaşayıram, ümumiyyətlə belə yaşayıram. Allah xalqımızı, dövlətimizi, millətimizi, bütün Türk dünyamızı qorusun. Amin inşallah. Allah heç vaxt bir daha düşmənlərimizə fürsət verməsin ki, bax bu gözəl insanların, gözəl xalqımızın ürəyinə nisgillər salsın. Mən həmişə mənim bir sözüm var, deyirəm Allah bir şeydən saxlasın ki,
İnsan bir şərəfsiz əlində ölə, canını tapşıra, bir də şərəfsiz ölə insan. Bax, bu iki şey çox qorxulu bir şeydir insan həyatı üçün. Yəni, Allah insanı aparanda da şərəfli aparsın və şərəfli ölüm hər birimizə qismət eləsin. Mən bir adama faydam deyəndə, mən o qədər özümü xoşbəxt hiss eləyirəm, o qədər yəni özümü bəxtəvər hiss eləyirəm. O xoşbəxtliyi mənə bu dünyada heç nə ilə vermək olmaz. Ki, düşünürəm ki, bir faydam dəydi də mənim bu insanlara, mənim əzizlərim. Bugün gəldim yoldaşımla Milano Hospitalda buranın sahibi Xuraman xanım Muradovanın təşəbbüsü ilə keçirilən bu xeyriyyə aksiyasında biz də iştirak elədik. Çox gözəl bir personal, səmimi kollektiv. Yəni təşəkkür edirəm buranın rəhbərliyinə, buradakı işçilərə. Çox sağ olsunlar. Hər şey yüksək səviyyədə, səmimi bizi qəbul elədilər və bütün yoxlanışlardan da keçdik. Ramazan ayında bu aksiyanı keçirdən Xuraman xanım buranın sahibkarı biz təşəkkürümü bildirirəm. Allah can sağlığı versin. Allah nə niyyətləri var, Allah qəbul etsin bu Ramazan günlərində. Allah kömək olsun. Biz də bugün Milan Hospitala gəldik. Təşəkkür edirəm Xuraman Muradovaya. Bu aksiyalardan çox gözəl istifadə elədik. Personal çox gözəl qəbul elədi. Çox sağ olsunlar. Biz bura gəldik. Çox sağ olsun Xuraman xanımı. Təşəkkür eləyirik belə bir aksiya yaratdığı üçün. Allah razı olsun. Çox sağ olsun.